Türkandayıq. Hədiyyə quşları. Raf. Nə quşlardır? Necə quşlardır bunlar? 14 dənədir, 15 dənə quşlar. Quşların balalarıdır. Ağlardır, 14 tükdür, 15 tükdür, 12 tükdür istərində. Özüm də uçurtmuşam bunlardan. 7 saat yarımaycan uçurlar. Belə yəni satılır. Uçan quş istəyənlər Uçmaları tapdı. Hər. Şəxsən özüm də uçurtmuşam bu quşlardan. Nə qədər uçurlar? Deyirəm məsələn 7 yarım, 8. Gözləri Yəni necədir? həzin özündə bəlkə də artıq uçublar. Mən öz uçurtduqlarımdan deyirəm. Yəni həmin ağlardandır. Gözləri nədir? Gözləri də qəşəng. Arada bunlarda cırıq quyruq da çıxır. Cırıq quyruq da olur. Bunların tuşları necədir? Bəlkə oynamaqları var. Vintavoid da. Vintava oynamaqları var, ağlar. Gəzirlər çanda, yoxsa gəzmirlər bunlar? Yox, bunlarda gəzmək görməmişəm, yalan deyərəm. Bir nöqtədə dururlar, hə? Yəni balalar var hələ tüləkdən çıxmayıb burada. Bir neçədir bəs? Bir dənəsi 100 manatdan. Yəni komalan olsa biraz aşağı yuxarı. Endirim eləmək olar, hə? Belə yəni küt satılır hamısı. Tək-tək satılır, bu deyərik. Yox, küt satırıq. Hamısı da bir nəsil quşlardır. Bir nəsil quşlardır. Ağlar da göylərdən çıxır, hə? Göydən, qırmızıdan, buradan. Qırmızı əbləq də çıxır. Göy əbləq də çıxır. Yəni bayaq söhbət eləyirik, yəni videoda yox idi. Quşlar qarnı zavoddur. Bəli. Qarnı boyaqdır. Hər cürə quşlar verirlər. Göyçək də verən var. Göy əbləq da var. Pyorka da var, ağlar da var. Mor əbləq də var. Allah xeyrin versin. Yəni uçan quşlardır. Uçan quş axtaranlar yəni müraciət edə bilərlər. Sımaqlarına da, gözlərində cavab verir. Varsınlar uçursunlar. Bir nömrədə deyilən qaldı. 070 858 3207. 3207. Allah bazar versin. Sağ ol. Allah səni də canını sağ eləsin. Çox sağ ol. Gəlirsən, əziyyət çəkirsən. Quşları tanıtdırırsan. Allah köhnə Bakı quşlardır da. Köhnədir. İnşallah növbəti çəkilişlərdə görüşərək kanala abunə olub, videoları bəyənməyi unutmayaq.